İslamın modernləşməyə bir növ ehtiyacı varmı? Yəni bütün bunların fonunda desək. Yəni belə bir şey deyim sizə. Məsələn, qızıl hər bir zaman qızıldır. Aha. Yəni Dəyərini bunun itirmir. müasirləşməsi və yaxud da geriyə düşmə anlayışı ola bilməz. Bu özü dəyərdir. Sadəcə olaraq təəssüflər olsun ki, İslamla bağlı yanaşmada insanlar bəzən İslam adı altında istifadə olunan anlayışların özünlə bağlı problemlər yaradıbdılar. Məsələn, baxırıq ki, bir var Allahın göndərdiyi İslam var, din var. Bir də var Allahın göndərmədiyi, insanların Allaha öyrətdiyi din olaraq İslam var. Birincisində baxırıq İslam çox asandır. İnsanların həyatını problemə çevirmək deyil, əksinə insanların həyatlarında mövcud olan problemləri həll eləmək üçündür. Amma digərində baxırıq ki, heç bir problem yoxkən oturub dini söhbət elədiyimizdə bir-birimizlə bir problem ortaya çıxır və dost kimi yox, düşmən kimi ayrılırıq. Bu Allahın istədiyi din deyil. Bu Allahın göndərdiyi İslam deyil. Bu insanların uydurub adını İslam qoyduqları bir mexanizmdir, bir sistemdir.